Bir mahnı var. İlhami xanım oxuyub o mahnını Unut Məni. Axı hər bir dostun arasında bir görürsən ki, söz olur da, incəlik olur. Mən xanım İsmail qızı ilə elə bir dost olmuşuq ki, mən onun bir gün səsini eşitməyəndə, hər gün biz səhər tezdən birinci mən yuxudan duran kimi, ya o mənə zəng vurardı, ya mən, fərqi yox idi. Onun səsini eşidərdim, əlahvar tutardım, sonra gedərdim işimin gücümün dalıcan. O da elə, hər gün. Bu belə davam eləyirdi. Mən ona bağlı, biz bağlanmış bir insanam da. Deməli, bir dəfə bizim aramız dəydi. Şeytan girir həmişə yaxşı dostların arasına. İnan, mən bir haldaydım. Mənim üstümə təcili yardım gəlir, onun üstə təcili yardım gedir. Bir-birindən xəbərsiz. Təsəvvür elə. O Unut Məni mahnısını eşitdim sonra ki, verib İlhami xanım, Allah rəhmət eləsin, bizim Qarifey sənətkarımız. O oxudu onu mahnını. Dedim, xanım, bunu deyəsən mənim üçün. Dedi, hə, onu sənin üçün yazmışdım. Unut məni, laf yadından çıxar belə, xəbərin yox ürəyim, səndə qalır. Sonra xanım, bizi Könül Kərimova ilə Cabbar Musayev gəldilər, gördülər ki, mən ölürəm, oradan da şeydəyəm. Dedilər, nə olub sənə? Dedim, xanım İsmail qızından küsmüşəm, ölürəm mən. Yaşaya bilmirəm onsuz. Bir inan gediblər xanımın yanına ki, ay, barışın geçsin, orada bitər olub, sən burada bitər olursan. İnan ki, biz bir dənə barışdıq, o barışan indiyəcən də bir yerdəyik.